Salam aleykum dostlar. Deməli gəlmişik Sumqayıta. Belə bir gözəl mənzərə, super bir mənzərə, dəniz qırağı. O tərəfdə də 5 barmaq görsənir, amma belə dumanlıdır. Telefonla görsənmir. Növbəti bir mənzildir, 180 kvadratdır hardasa. Yenə gəlib görmüşük ki, kermogranit vurulub. Otaqları saxlayıblar bizə. Yəni, burada belə bir şeylə rastlaşmışam. Yəni, birinci dəfədir görürəm. Yəni, bu izolyasiyadır, divara vururlar. Bu tərəfi şeydir, istiklabat, bərk. Yəni, birinci dəfədir belə şey görürəm. Bunu divara vurublar belə. Deyilənə görə bahalı şeydir. Kvadratı 100 manat dedilər, nə dedilər, dəqiq bilmirəm, yalancı olaraq. Laqalar da çoxdan alınan laqalardır, hardasa 1 ilə yaxında alınıb. Yəni, müştəri özü alıb, bizim laqalardan xəbərimiz yoxdur. Yəqin ki, bu 1 il qalıb, biraz deformasiya olunub da, taxtalar quruyub. İnşallah belənci bir taxtalardan görün, qardaşlarımız nə oyun çıxardacaq. Çəkib paylaşacağım. Deməli, belə bir şey də alıblar. Bunu da birinci dəfədir görürəm. Birinci dəfədir görürəm belə bir şeydir. Bunu da laqaların üstündən çəkəcəyik. Bunu da inşallah çəkəndən sonra laqaları vurub dikti vurana yaxın çəkib paylaşacağım. Çox sağ olun, Allah köməyiniz olsun. Takib atın, izləmədə qalın. İnşallah yeni işləri çəkib paylaşacağım. Sağ olun, Allah köməyiniz olsun.